Haqq Ədalət Partiyası İdarə Heyətinin iclası. HƏP-in mərkəzi qərargahı. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 192. 13 dekabr 2025-ci il. Saat 15:00. Əlaqə telefonları 055 794 24 94 055 225 25 26. Gündəlik 1. Azərbaycanda azsaylı xalqların işləri üzrə HƏP sədrinin müşavirləri ilə fərdi müzakirələr barədə. Məruzəçilər HƏP sədrinin birinci muavini Fərrux Binnətzadə, Azərbaycanda azsaylı xalqların işləri üzrə Koordinasiya Mərkəzinin rəhbəri Zeynal Həmidov. 2. HƏP Gəncə və HƏP Zaqatala regional mərkəzlərinə daxil olan rayon təşkilatlarının sosial şəbəkələrdə fəaliyyətləri, aparılan təbliğat işi və partiyaya yeni qəbullar barədə. Məruzəçilər HƏP İdarə Heyətinin üzvü, HƏP Gəncə regional mərkəzinin rəhbəri Elçin İsmailov və HƏP İdarə Heyətinin üzvü, HƏP Zaqatala regional mərkəzinin rəhbəri Azər Salmanov. Online. 3. HƏP sədrinin mətbuat və informasiya məsələləri üzrə müşavirinin təsdiqi. Məruzəçi HƏP Mərkəzi İcra Aparatının rəhbəri Rəşad Məhəmmədov. 4. HƏP Gənclər Birliyi Məclisinin yeni üzvünün təsdiqi. Məruzəçi HƏP İdarə Heyətinin üzvü, HƏP Gənclər Birliyinin sədri, doktorant Əkbər Cəfərov. Gündəlikdəki birinci məsələ ilə bağlı çıxış edən Fərrux Binnətzadə, Respublikada azsaylı xalqların işləri üzrə müşavirlərlə onlayn əlaqə saxladığını, görülmüş və görüləcək işlərlə bağlı məsləhətləşmələr apardıqları barədə geniş məruzə etdi. Bu işlərlə bağlı Koordinasiya Mərkəzinin rəhbəri Zeynal Həmidov məruzəni davam etdirərək həlli vacib bir sıra məsələlərə toxundu və yol verilmiş nöqsanların aradan qaldırılması üçün təkliflər verdi. İdarə heyəti məruzələri qənaətbəxş sayaraq müvafiq qərar qəbul etdi. Gündəlikdəki ikinci məsələ ilə bağlı HƏP Gəncə regional mərkəzinin rəhbəri Elçin İsmailov və HƏP Zaqatala regional mərkəzinin rəhbəri Azər Salmanov hər iki regiona daxil olan rayon təşkilatlarının sosial şəbəkələrdə fəaliyyətləri və partiya quruculuğu işində yol verilmiş nöqsanlardan və görülmüş işlərdən danışdılar. İrad və təkliflər nəzərə alınaraq, İdarə heyəti səsvermə yolu ilə müvafiq qərar qəbul etdi. Gündəlikdəki üçüncü məsələ ilə bağlı çıxış edən Rəşad Məhəmmədov, dövlət qəzeti sayılan və İrəvanda çap olunan Sovet Ermənistanı qəzetində uzun illər müxtəlif vəzifələrdə, cümlədən baş redaktorun muavini vəzifəsində çalışmış, 2 ali təhsil almış, zəngin siyasi biliklərə malik, publisist jurnalist kimi püxtələşmiş, yetkin qələm sahibi olan Allahyar Rəhimovu HƏP sədrinin mətbuat və informasiya məsələləri üzrə müşavirini vəzifəsinə namizədliyini irəli sürdü. Sual-cavablardan və geniş müzakirələrdən sonra neçə illər HƏP-in aktiv üzvlərindən biri olan, partiyada yüksək nüfuz sahibi Allahyar Rəhimovu HƏP-in idarə heyətinin üzvləri səsvermə yolu ilə yekdilliklə yuxarıda göstərilən vəzifəyə təsdiq etdilər. Gündəlikdəki dördüncü məsələ ilə bağlı çıxış edən doktorant Əkbər Cəfərov 667 balla Tibb Universitetinə daxil olmuş və əla qiymətlərlə təhsilini davam etdirən HƏP Nizami Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fatimə xanım Məhəmmədlini HƏP Gənclər Birliyi Məclisinin üzvlüyünə namizədliyini irəli sürdü. HƏP İdarə Heyəti səsvermə yolu ilə yekdilliklə onu göstərilən vəzifəyə təsdiq etdilər. 13 dekabr 2025-ci il.